1946-cı il oktyabr ayında Dağıstanın Axtı rayonunun Xınov kəndində anadan olub. Aşıq Sakit Köçəri 1946-cı ilin oktyabr ayında Dağıstanın Axtı rayonunun Xınov kəndində anadan olub. Uşaq yaşlarından ailəsi ilə birlikdə Azərbaycana köçüb. 1960-cı ildən daimi olaraq Şəki şəhərində yaşayıb. Aşıq Sakit Köçəri 1957-1962-ci illərdə Azərbaycanın görkəmli saz-söz nəğməkarı Aşıq Şəmşirin yanında şagirdlik edib. 1963-cü ildə Şəki şəhərində orta məktəbi bitirib və Şəki şəhər mədəniyyət şöbəsində işləyib. 1970-1971-ci illərdə Dağıstan Dövlət Mahnı və Teatr ansamblında çalışıb. 1972-ci ildə yenidən Şəki şəhər mədəniyyət şöbəsində işə qayıdıb, 1978-ci ildə Azərbaycan İncəsənət İnstitutuna daxil olub və qiyabı yolla həmin ali məktəbi bitirib. Aşıq Sakitlə mənim tanışlığım 1986-87-ci illərə təsadüf eləyir. Bizim tanışlığımız Mədəniyyət Fondu Şəki Ocaq Cəmiyyətindən başlanıb. Biz hər ay məşğələlərə yığışırdıq və orada yaradıcılıqların müzakirəsi gedirdi və biz cəmaatla görüşlər keçirirdik. Və bu müddətdə mənim Aşıq Sakitlə sıx belə təmasım yarandı. Və sonralar bu bizim aramızda artıq dostluğa çevrildi. Bir dəfə Aşıq Sakit bir yeni il qabağı Dərbənd şəhərində olanda orada Şəkidəki dostlara məktub adlı bir audio kaset yazıb yollamışdı. Orada hər bir dostun adına, onun deyək ki, o statusuna uyğun bir bənd şeir həsr eləmişdi. O cümlədən mənim də yəni ünvanıma bir bənd şeir yazmışdı. Mən bunu aldım əlimə, belə sadəcə mexanik olaraq ağzımdan çıxdı ki, mən buna cavab yazacağım. Düzdür, mən tələbəlik vaxtı bir neçə şeir zad yazmışdım, ancaq sonra baxdım ki, yox, elə bu mənim yolumdur, mən onu dayandırdım. Ancaq bu ilə bir o ağzımdan çıxan sözün məsuliyyətini hiss elədim. Doğrudan da mən ona cavab yazdım və gəldi, bu baxdı, bəyəndi. Təriflədi ki, sən bəs niyə bu cür yaxşı yaza bilirsənsə, bunu niyə davam eləmirsən? Ondan sonra bizim ondan ünsiyyətimiz daha da sıx davam elədi və bu da öz nəticəsini verdi ki, hətta mən artıq o da Aşıq Sakitin və başqa dostların təkidi ilə mənim bir şeir kitabım işıq üzü gördü, nəşr olundu və orada da bizim hətta dəyişmələrimiz Aşıq Sakitlə yer aldı və yəni bizim yaradıcılıq, belə söhbətlərimiz sıx-sıx keçirilirdi. Bir dəfə mənim bir şeirim əlinə keçdi. Orada mən yazmışdım ki, bəlkə də düzəldi bu dünya hələ. Belə qutaran bir şeir var idi. Bu şeiri oxudu, çünki o belə çox mütaliəçi idi, məlumatlı idi. Mənə qayıtdı ki, bəs Hüseyn Arifin bir şeiri var. Mən yazmışam ki, bəlkə də düzəldi bu dünya hələ. Deyir, Hüseyn Arif deyir ki, bu dünya düzəlsə atama lənət. Mən elə bil ki, bu mənə cavab idi. Oturdum, doğrudan da özümə bir cavab yazdım. Bunu bir dəyişmə şəklinə saldım və sonra bizim aramızda bu dəyişmə kimi yarandı. 1980-cı ildə Şəkidə Molla Cuma Aşıqlar ansamblını yaradan və ona rəhbərlik edən sənətkar 1989-2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Arxeologiya və Etnografiya şöbəsində işləyib. 1998-ci ildə Bacarsan Ye Dünyanı adlı ilk şeirlər kitabı çapdan çıxıb. Aşıq Sakit Köçəri 2003-cü ildən Dağıstan Respublikasında yaşayıb yaradıb. Cənubi Dağıstanda Aşıqlar məktəbi yaradıb və ona rəhbərlik edib. Dərbənddə Azərbaycan dilində nəşr olunan bütün mətbuat orqanları ilə sıx əməkdaşlıq edib. Azərbaycan-Dağıstan ədəbi əlaqələrin yaranmasında və inkişafında onun böyük xidmətləri olub. İnsan zəkası ləl kimi, qiymətli daşlar kimi bir şeydir. Nə qədər ki, insanlar onlardan istifadə olamır, nə qədər ki, insanlar onları tanımır, onlar da elə istedad kimi, elə bilin ki, sönmüş bir vulkandır. Ona görə də mən həm sizin televiziya,
həm telekanallara, həm də Aşıq Sakitin çüşdə bucaqda qalan xatirələrini, yaradıcılığını toplayıb çap eləyənlərə öz dərin minnətdarlığımı bildirirəm. Aşıq Sakit sanki bir verci idi Azərbaycan üçün, Dağıstan üçün. O çox nəhəng bir insan idi. Onun nəhənglığı indi daha çox, daha yaxından görünür. Buna görə də bu görsənmələr üçün mən deyərdim ki, hər şeydən öncə biz televiziya, radioya, Sakiti təbliğ edən bütün vasitələrə, onun əsərlərini çap edənlərə öz minnətdarlığımızı bildirmək. Mən Aşıq Sakit haqqında bəlkə də günlərlə, saatlarla danışa bilərəm. Çünki həm mənim ömrümün, həm də Sakitin ömrünün demək olar ki, ən azı 30 ili bizcə keçib. Biz demək, düşünəndə də bir düşünərdik. Bizim yaradıcılığımız, bizim əməllərimiz də eyni vaxtda, eyni cürə bəhrələr verir. Ona görə də onun zəngin xatirələri var məndə. Sakitin bir üstünlüyü məndən ondan ibarətdir ki, Sakit mənim haqqında olan xatirələrini şeirlə köçürüb, qoşmalara köçürüb və bu günlərim o xatirələr yaşamaqdadır. Amma Sakitin dərin iz buraxan yaradıcılığı, Sakitin bu gün tədqiqata ehtiyac olan, sözün əsl mənasında özünün tədqiqatçısını göstərən, gözləyən həm şair, həm aşıq, həm xüsusi təfəkkür sahibi, həm etnoqraf kimi demək olar ki, o daha nəhəng, daha böyük görünür. Ona görə də mən Aşıq Sakit haqqında həmişə demişəm ki, belə insanlar haqqında danışmaq məsuliyyət tələb edir. Çünki müqəddəs insanlar haqqında danışmaq özü böyük bir məsuliyyətdir. 2007-ci ildə Dərbənd şəhərində ustadı Dədə Şəmşirə həsr olunmuş "Belə ustad olanmazdı" xatirələr kitabını və 2009-cu ildə yenə ustadının 115 illiyinə həsr etdiyi Dədə Şəmşirin mətbuatda çap olunmayan 115 şeirini nəfis tərtibatla çap etdirmişdir. Aşıq Sakitin yüzlərlə çap olunmamış şeiri, aşıq ədəbiyyatı nümunələri var. Demə ömür bu imiş kitabı ustadın oxucularla 5-ci görüşüdür. O Yazıçılar Birliyinin və Aşıqlar Birliyinin üzvü olmuşdur. 2010-cu ilin aprelində haqqa qovuşan usta sənətkarın qəbri canı qədər sevdiyi doğma Şəki şəhərində uyuyur. Dünya malında gözü olmayan, nəfsi tox, bulaq suyu kimi dumduru saf hisslərlə yaşayan sənətkar ustadından görüb götürdüyü alilik və ululuq mərtəbəsində özünə əbədiyyət heykəli ucaltmışdır. Sakit də bir şəxsiyyət kimi, adi insan həyatı yaşayan ölümlülər, ölümsüzlər kimi elə bilin ki, böyük bir nəhəng bir insandır. Mən bu verilişdə sadəcə olaraq Sakitlə bağlı bir neçə xatirəmi danışmaq istərdim ki, Sakitin əsl siması, daxili aləmi, ata kimi, vətəndaş kimi, şair kimi, aşıq kimi, tədqiqatçı kimi az da olsa görünə bilsin. Mən Aşıq Sakiti qiyabı 60-cı illərdən tanımışam. O vaxt mənim bir dostum var idi, onların qonşusu idi. Biz 7 nəfər yığılıb, həmin dövrdə Nurəddin Rızayevin Qızlar Sözüm Sizədir, Babanlı Vicdan Susanda və s. əsərləri çap olunmuşdu. Biz həmin əsərləri müzakirə edir. Füzulinin, Nizaminin, Nəsiminin bir çox əsərlərini, bir çox belə deyim, qəzəllərini yenidən təhlil eləyərdik. Belə bir vaxtda
biz Sakitlə, Əsgər Xanavla, Şahinlə rastlaşardıq arada bir. Amma çox təəssüf ki, biz yaxından tanış deyildik. Mən bilirdim ki, ona şair deyirlər, aşıq deyirlər. Həmişə də onun əlində mən saz görərdim. Amma elə hadisə elə gətirir ki, talih məndə mədəniyyət aləmi ilə bağladı. Və mən 1982-ci ildə rayon mədəniyyət şöbəsinə abidələr üzrə işə cələs oldum. Və bizim dostluğumuzda, bizim bir-birimizi yaxından tanımaq da həmin tarixdən başladı. Mən Sakiti bir vətəndaş kimi gördüm. Bir epizod desəm, bəlkə də mənim fikrimi daha aydınlaşdıra bilər. Narahat adamlar ümumiyyətlə həmişə axtarıb bir-birlərini tapırlar. Rayon mədəniyyət şöbəsində də bizim apardığımız işlər, cəmaatına, zəhmətçi insanlarla görüşlərimiz, axtardığımız abidələr, insanlara münasibətimiz sanki nəsə bir boşluq yaratmışdı. Bu boşluğu doldurmaqdan ötürü biz 11 nəfərdən ibarət biz Diyarı Öyrənirik qrupu yaratdıq 82-ci ildə və həmin qrup 11 nəfərdən ibarət olan qrup mən deyərdim ki, sırf yaradıcı insanlardan idi. İndi o qrupun üzvlərindən bəziləri, o cümlədən Sakit dünyasını dəyişib. Sonralar biz həmin qrupun bazası əsasında Ocaq Cəmiyyətini, Şəki, Ocaq yaradıcılıq birliyini yaratdıq. Bax, bu iki yaradıcılığın həm Diyarı Öyrənirik qrupunun, həm Ocaq Cəmiyyətinin yaradılmasında onun demək olar ki, Azərbaycanın ən çətin dövrlərində Şəkinin ictimai fikrinin önündə getməsində Aşıq Sakitin mən deyərdim ki, əvvəlsiz xidmətləri olub. Bu Sakitin elə bilin ki, bir vətəndaş kimi narahat qəlbinin bir-iki epizodudur. Aşıq Sakit olduqca mədəni, olduqca belə deyim ki, səviyyəli bir insan idi. O, öz nəfsini özünə qul eləməyə bacarmışdı. Təsəvvür edin, günlərin birində bizi dəvət elədi. Yüksəkdə tuturdu. Aşıq Sakit düzdür, daxilən həddən artıq narahat adam idi. Hər şeyi görürdü, hər şeyə reaksiya verirdi. Ancaq ki, onu heç vaxt bildirməz idi. Sən onun üzündən Sakit Şəkinin orta əsrlərdə, ən yeni dövrdə Şəkidə yaşamış aşıqlar, sənətkarlar haqqında məlumatlar toplayardı. Onların itib batmaqda olan bayatılarını, qoşmalarını, qəzəllərini toplayardı. Eyni zamanda Dağıstana da səfər edilirdi. Oradakı ictimai əlaqələri, yaradıcılıq əlaqələri ilə bağlı bir çox epizodları toplayardı. Və bizim bu akademiyaya verilən hesabatlarda öz əksini tapıb. Eyni zamanda Sakitin narahat qəlbi bir növ Molla Cumaya bağlı idi. Mən deyərdim ki, Paşayev nə qədər Molla Cumanı dərindən tədqiq edib, Azərbaycana tanıdıb, ona Azərbaycan aşıq sənətinin, şifa xalq ədəbiyyatının ulduzlarından birinə çeviribsə, Sakit də Molla Cumanı öz sazı ilə, sözü ilə o qədər də zəhmət ki, insanlar arasını təbliğ edib. Eyni zamanda Sakit Molla Cuma mənliyini, Molla Cuma yaradıcılığını həm də qoruyub. Bir zamanlar Dağıstanda belə bir insan peyda olmuşdu.
O gəlib Şəkidə Molla Cumanın o yaşlı insanlardan qəzəllərini, gəraylarını, qoşmalarını, nəmnəyini toplayırdı. Və aparıb Dağıstanda öz adından çap edirdi. Sakit bunu eşidən kimi Sakit getdi Dağıstana. Molla Cumanın bizim Azərbaycan ədəbiyyatında 50-ci illərdə, 60-cı illərdə çap olunmuş yazılarıyla həmin adamın özü adına çap elətdirdiyi yazılar tutuşturub və Dərbənd qəzetində həmin adamı demək olar ki, ifşa eləmişdi. Bu barədə bizim Ədəbiyyat İnstitutuna da məlumat vermişdi. Eyni zamanda mən deyərdim ki, Aşıq Sakit həm də etnoqrafdır. Əgər siz Aşıq Sakit poeziyasına müraciət eləsəniz, görərsiniz ki, bizim bu günləri itib batmış, az-çox izləri qalan adət-ənənlərimiz Sakitin bəzən şeirlərində mövzulara çevrilir. Sakit onları qələmə alır. Bu nöqteyi nəzərindən mən Sakiti etnoqraf tədqiqat kimi də hesab edirəm. Eyni zamanda Aşıq Sakit mənlə bir yerdə, İntisar Bədəlovanla bir yerdə və bizim o ocağın, həm də biz Diyar Öyrən qrupunun üzvləri ilə bir yerdə kənd-bəkənd gəzərdik, dağları, dərələri gəzərdik və oradan biz abidələri axtarar, qeydiyyata götürərdik. Bir vaxtı mən Kiş dərəsində sığınaqları axtaranda ayağımı sındırmışdım. Həkimlər dedilər ki, bəs mənə 6 ay ayağımı ağır işə vermək olmaz. Amma hardasa bir 20 gün keçməmişdi, Sakit gəldi, dedi ki, bəs filan yerdə, filan keçiddə kurqanlar var, daş yığınları, daş yığılıb. Mən Sakitdən xahiş elədim ki, biz həmin yerlərə gedək. Və biz demək olar ki, marşrutu Daşağıldan başlayıb gedim Naxınov, ondan sonra Kiş dərəsindən qayıdıb düşdük Şəkiyə. Bax, bu müddətdə biz həmin ərazilərdə, hətta Dağıstanda Oğuz daşları, Oğuz qəbirləri deyilən abidələrlə də rastlaşdıq. Bu abidələr bir üzü Dağıstan, bir üzü Azərbaycanda yayılıb. Biz bunların hamısını qeydiyyata götürdük. Yəni Sakit eyni zamanda həm də tədqiqatçı idi. Eyni zamanda mən deyərdim ki, Sakitə həmişə demişəm, Zərdüştlükdə Zərdüşt Peyğəmbərin dediyi bir kəlam var. Sözü düz, əməli düz, istəyi düz. Bax, Sakitin zehni də, düşüncəsi də, dili də və qələmi də demək olar ki, eyni kökdən qidalanır. O nəyi düşünürsə, onu da yazır. Nəyi yazırsa, onu da deyir. Nəyi deyirsə, onu da qələmə alır. Yəni, Sakitdə fantaziya yoxdur. Əksinə, Sakitin mənliyinin, dünya görüşünün, bəşəri ideallara münasibətinin, adət-ənənlərə münasibətinin, bizim bir çox dəyərlərimizə münasibətinin Sakit həm aşıq poeziyasından, həm də ümumiyyət poeziya qəlbi ilə qələmə alıb, insanlara çatdırır. Aşıq Sakit yaradıcılığı böyük klassik ədəbiyyatımızın qoşma, gəraylı, təcnis, cığalı təcnis, dodaq dəyməz təcnis, gəraylı təcnis, divani, müxəmməs, qəzəl, təmsil və s. forma və janrlarında məharətlə istifadə edərək bir-birindən gözəl poeziya nümunələri yazıb yaratmışdır. Onun yaradıcılığının əsas qayəsini yaradana inam, insanın insana ehtibarı, sədaqəti, vətən torpağının füsunkarlığı, qəblərin ehtirasına olan saf məhəbbət və s. mövzular təşkil edir. O artıq həyatda olmasa da ruhu başımız üstündə dolaşır, o Yazıçılar Birliyinin və Aşıqlar Birliyinin üzvü olmuşdur. 2010-cu ilin aprelində haqqa qovuşan usta sənətkarın qəbri canı qədər sevdiyi doğma Şəki şəhərində uyuyur. O qədər həvəsli idi ki, bir nəysə istedadı üzə çıxartsın, kiminsə nəyi varsa onu misal üçün bir göstərsin. Mənim özümün bir-iki şeirimi bu aparıb orada Dərbənd qəzetində çap elətdirmişdi. Və o həmişə də çalışırdı ki, belə o heç kimə əziyyət verməsin, heç kimə onun hansısa bir yükü düşməsin.
və özünü də çalışırdı təcrid eləsin. Düzdür, imkansızlıq, biraz onun o yaşayış şəraiti, onun imkanlarını məhdudlaşdırırdı. Ancaq heç vaxt hiss eləməz idin ki, Aşıq Sakit gərgindir, ya onun nəsə bir maddi çatışmamazlığı var. Mədəniyyəti, qabiliyyəti də ki, hamıya məlum idi, hamı bilirdi ki, o elə bir yüksək mədəniyyət, elə bir yüksək qabiliyyət sahibidir ki, insan onunla ünsiyyət eləyən kimi elə bilirdi ki, doğrudan da yeni bir dünya açıldı. Çünki o qədər onun məlumatlı olmağı üzə çıxırdı, onun savadı üzə çıxırdı, qabiliyyəti üzə çıxırdı. Bu hamıya məlumdur ki, o Molla Cümənin yaradıcılığı ilə bağlı nə qədər tədqiqatlar aparmışdı və məclislərdə də çox vaxt bizə onları oxuyurdu, həm avazla, həm şeirlə deyirdi. Onun yəqin məlumat var ki, o qədər də onda belə o təəssübkeşlik vardı. 20 yanvar hadisəsindən sonra 90-cı ilin. O uzun müddət sazı əlinə almadı. O ifa eləmədi. Hətta biz onu çox töhmət elədik ki, bəs sən olmaz, bu sənəti niyə belə o deyək ki, öldürürsən? Dedi ki, mən hansı əhval-ruhiyyəndən bu gündən sonra saz əlimə alım? O boyda faciədən sonra mən cəmaat qarşısına çıxım, oxuyum, çalım və o da onun səsinə təsir elədi. Bir yanardağ var idi İmamverdiyev. Bu gəldi dedi ki, ay Nəsif, bəs eşitmişəm ki, Bəxtiyar Vahabzadə ağır vəziyyətdə yatır Şəkidəki evində. Nə olar, gedək Bəxtiyar Vahabzadəyə görək. Dedim ki, nə gedək görək. Dedi, onda bir dənə zəh vur. Mən zəh vurdum. Telefonu başqa adam götürdü. Dedim ki, Bəxtiyar müəllimə deyin ki, Nəsif müəllimdir zəh vuran, deyir ki, biz Bəxtiyar Vahabzadəni görməyə gəlirik. Onun vaxtı var, imkanı var. Dedi ki, gəlsinlər. Yanardağ, Aşıq Sakit, mən, İntizar, bir də Rasim. Getdik Bəxtiyar Vahabzadə gilə. Bəxtiyar Vahabzadə, Allah rəhmət eləsin, qəni. O xalqımızın demək olar ki, mənəviyyat dünyasında tək ulduz dolu, bəlkə də büşlərdən biridir. Bu adam 2 qat, 3 qat giyinib ədyalla bizim qabağımıza gəldi. Və biz həyətdə avqust ayıydı özdə, avqust ayı olmasına baxmayaraq. Bu adam çoxlu giyinmişdi, mən indi giyinən kimi. Bu yaxınlaşanda dedi, ay Nəsif, mən ölürəm. Bilirsən, yaradıcılıq eşqim qurtarıb, həyat eşqim sönür mənim. Deyəndə mən dedim, Bəxtiyar müəllim, siz xalqı bu gündə, xalqın bu günündə onu təkərik edə bilməzsiniz. Hələ siz bu xalqa lazımsınız. Nəysə, Bəxtiyar Vahabzadə də oturdu. Mən bütün məsuliyyətimlə deyirəm ki, mən heç nəyi üstünə qoyub götürmürəm. Bu yanardağla Bəxtiyar Vahabzadə Füzuli yaradıcılığından, Füzuli mənliyindən, Füzuli poeziyasının ən dərin qatlara işləmiş Azərbaycan fəlsəfəsinin dürlü fikirlərindən başladılar şeir deyə bir-birindən söhbət eləməyə. Bu söhbətin gedişində Bəxtiyar müəllim ədyalın birini tulladı. Birazdan sonra Bəxtiyar müəllim ikinci ədyalı tulladı və bunlar başladılar bir-birini. Mən deyərdim ki, mən Bəxtiyar müəllimi demək olar ki, orada bir daha kəşf elədim ki, bu adam mənəviyyat adamıdır, bu adam yaradıcılıq adamıdır. Bəxtiyar Vahabzadəyə bəlkə də həkimlərin veriyə bilməyəcəyini yanardağla elədiyi söhbət verdi. Və bu söhbətin mən deyərdim ki, ən gözəl şeyi Sakit də sazda fon verirdi. Sazla Füzulidən fon verirdi, mən candan usandırdın çalırdı. Və tez-tez Bəxtiyar Vahabzadə körlü Sakitə baxırdı. Bu 2 saatda mən deyərdim, bəlkə də mən ömrümdə 10 il, 15 il yaşadığım 2 saat o 10-15 ilə bərabər idi. Mən Sakit onda kəşf elədim ki, bunların mübahisləsinə uyğun Sakit sazda elə bir ritim tutur ki, bu ritim onları biraz da qüvvətləndirir. Və nəhayət Bəxtiyar Vahabzadə qayıt etdi ki, siz çox sağ olun. Mən indi başa düşdüm ki, mən hələ yaşamalıyam. Mən dedim, Bəxtiyar müəllim,
necə deyərlər, siz bunu başqa cür qəbul eləməyin. Amma mən indi sizə deyirəm, siz bu günə qədər yaşamaq üçün yazmısınız. İndi yazmaq üçün yaşamalısınız. Bəxtiyar Vahabzadə durdu, hamımızı qucaqladı. Yəni burada Aşıq Sakitin bu roludur, bu Aşıq Sakitin mövqeyidir. Və mən onu deyim ki, Sakitlə Bəxtiyar Vahabzadə həmin görüşdə söhbət elədi və Sakitin əlindən öpdü. Bu, bilirsiniz bu nədir? Bu çox böyük bir şeydir. Sakit Bəxtiyar Vahabzadənin əlindən öpdü. Təsəvvür eləyin ki, bu boyda maraqlı bir epizodu, bu həm mənim, həm Sakitin, həm Bəxtiyar Vahabzadə, həm də orta iştirak edən Yanardağın, İntizarın, Rasimin ömrünə yazıldı bu.